وَلَوْ أَهْلَ الْقُرَى آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاوَاتِ وَالْأَرْضِ. Allah buyurur, əgər məntəqədə insanlar iman əhli, təqvalı olsaydılar, boyuna düşən ilahi vəzifələri icra eləsəydilər, Allah yerin göyün bərəkətini nazil eləyərdi. Bir mənası budur, həm dünya bərəkəti, həm mənəvi neymətlər. Dünyanın da neymətlərindən biri sudur da yağışdır. Yaxşı, çıxın bundan. Bu şəxs dedim, mən keçib qılaram inşallah, dua eləyərəm. Dedilər, ağacan, sən qılarsan, yaxınlarından kimsə dedi, birdən yağış yağmaz, ayıb olar, sən də mərcəsən. Dedi, eyb yoxdur. Dedi, nə üçün? Dedi, neçə vaxtdır görəm, nəfsim sanki biraz tuğyan eləmək istəyir. Qılaram, yağmaz, elə bu nəfsimə dərs olar. Ağlı başına gələr. Və keçdi qabağa, qıldı. Allah bir bərəkət nazil elədi, qılıb qutaran kimi səmanın qapıları açıldı.